Birincisi, mən sizə bildirim ki, Azərbaycan dünyada yeganə dövlətlərdən biridir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib. Və həmən harmoniyadır ki, biz əsrlər boyu, 20 əsrdən çoxdur ki, biz bu torpaqlardayıq. Ulu Öndərin təbirincə desək, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Məhz Azərbaycan xalqının yüksək mədəniyyəti bizə imkan verir ki, bu xalqla dostlaşaq, qardaşlaşaq və həmişə sülh və əmin-amanlıq şəraitində yaşayaq. O ki, qaldı xarici qonaqlarımızın, xaricdən gələn bütün müəyyən səviyyələrdə, hansı səviyyədə olursa qonaqlarımız, onlar bunun şahidi olurlar. Siz təsəvvür edin, bu oturduğumuz məbəd, Allahın evi, möhtərəm prezidentimiz tərəfindən onun sərəncamı ilə tikilərək bizə dağ yahudilərinə töhfə olunub. Və təsəvvür edin ki, tamamilə maliyyə cəhətdən də onun təminatını verib. Dövlətin 96% İslama qulluq eləyən bir halda yahudilərə belə bir töhfə, bu dünyada analogu olmayan bir şeydir. Və ondan qeyridə siz təsəvvür edin ki, bu boydana məbədin həyat fəaliyyətinin saxlanılması üçün ildə bir dəfə maliyyə yardımı göstərir. Mən istəyir Avropa dövlətlərində, istəyir Amerikada, istəyir Yaxın Şərqdə, harada olur olsun, bu haqda söhbət düşəndə mənə inanmaq istəmirlər. Ki, necə ola bilər ki, belə bir şey tikilsin və bizə töhfə olunsun. İndi mən sizə ondan artıq bir şey deyim. İndi bu dəqiqə biz bu müsahibəni qurtarandan sonra pəncərədən mən sizə elə bir tikintini göstərəcəyim ki, bu tikinti tikilib qurtardıqdan sonra onun adı Yəhudi Dini Mədəni Mərkəzi olacaqdır. Bu, Qafqazda analogu olmayan bir haldır. Birincisidir. Deməli, Yəhudi Dini Mədəni Mərkəzi 4 mərtəbə və bütün maliyyə xərcləri də dövlət öz üzərinə götürüb. Budur Azərbaycanın bugünkü həqiqətləri. Budur Azərbaycanın tolerantlıq modeli. Budur Azərbaycanın multikultural mühiti. Siz təsəvvür edin ki, dünənləri milli qəhrəman Albert Aqarunovun anadan olan günü idi. Mövlüd günü idi. Və o gündə dünən axşam bütün telekanallar onun haqqında veriliş verirdilər. Və dünənləri bizim icma, onun deməli qəbri üstündə, şəhidlər xiyabanında biz dünənləri Tövratı oxuduq, onun ruhuna biz dualar qıldıq və ondan sonra isə öz küçəsində deməli onun möhtəşəm abidəsinin qarşısında biz böyük bir miting keçirdik və bununla da Yəhudi əsilli Azərbaycanın milli qəhrəmanı Albert Aqarunov haqqında da axırda ASTV sənədli filmlə çıxış elədi. Bütün bunlar nəyə dəlalət edir?
ona dəlalət eləyir ki, milliyyətindən asılı olmayaraq, kimliyindən asılı olmayaraq, hansı dinə qulluq eləməyindən asılı olmayaraq, Azərbaycanda bütün azsaylı xalqlar öz inanclarını yerinə yetirmək üçün azaddılar. Və bu azadlıq bizə imkan verir ki, biz həmişə Azərbaycanda vətənimiz olaraq biz Azərbaycanlı sayılırıq. Siz təsəvvür eləyin ki, bizdə müdürliklər deyirlər ki, xoşbaxt o kəslərdir ki, evində xoşbaxtdır. Azərbaycan bizim evimizdir. Azərbaycan bizim evimizdirsə, biz evimizin xoşbaxtlığı uğrunda çalışmalıyıq, mübarizə aparmalıyıq ki, evimiz xoşbaxt olanda evin içindəkilər də xoşbaxtdır. Və bu xoşbaxtlıq üçün həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində bizim övladlarımız Azərbaycan xalqının övladları ilə çiyin-çiyinə bu müharibədə iştirak ediblər. Və mən sizə deyim ki, Allah Taala'nın mənə qismətindən mən 20-ci ilin sentyabrın 30-da cəbhə bölgələrinə getdim. CBC kanalıyla bir yerdə. Və mən onda gördüm ki, Azərbaycanın 100 minlik, 200 minlik ordusu yox. Azərbaycanın 10 milyonluq ordusu var. Və bütün xalq qələbə əzmi ilə vuruşurdu. Ona görə də burada pəncərəyə baxsanız, Şuşa, Dəmir Yumruq, bunlar bizim şanlı qələbəmizin rəhnidirlər. Ona görə də şanlı ordumuz, şəhidlərimiz və qazilərimiz onların canı bahasına, qanı bahasına, möhtərəm prezidentimizin ali başkomandan olması ilə bərabər o dəmir yumruq yarandı. Və dəmir yumruq isə biz hər gün dualar edirik ki, prezidentimizin dəmir yumruğu düşmənlərimizin başının üstündən eksik olmasın. Ona görə də biz Yahudilər Azərbaycanda bu xalqla qardaşıq, bu xalqla birik. Siz təsəvvür eləyin ki, Albertin o monumentinin açılışında dünyanın çox möhtəşəm ölkələrindən Yahudilər iştirak edirdilər. Deməli, Almaniyanın baş ravini, Türkiyənin baş ravini, İsrailin baş ravini, Portuqaliyanın baş ravini, 6 Yahudi əsilli Amerika senatoru, Abraham Cooper və başqa Yahudi liderləri, Yahudi dini liderləri bu açılışda iştirak elədilər. Və mənə sual verdilər ki, bu necə olur ki, Yahudi əsilli milli qəhrəmana bu dərəcədə, deməli, bu səviyyədə hörmət, izzət olunur. Öz küçəsində, Albert Agaruno küçəsində onun möhtəşəm heykəli. Mən onlara cavab verdim ki, bu ancaq Azərbaycanın tolerantlığı və multikultural mühiti sayəsində əmələ gələn bir şeydir. Mən sizə bir şey deyim. İsrail bizim tarixi vətənimizdir. Tarixi vətənimiz olmaqla bərabər Azərbaycan bizim doğma vətənimizdir. İsraillə Azərbaycanın müttəfiqlik haqqında deməli, onların müqaviləsi var. Və siz təsəvvür eləyin ki, Azərbaycan-İsrail əlaqələri
mən deyərdim ki, qardaşlıq əlaqələridir. Və həmən qardaşlıq əlaqələri də imkan verir ki, Azərbaycan-İsrail hər sahədə, istəyir hərbi sahədə, istəyir texnologiya sahəsində, istəyir kənd təsərrüfatı sahəsində, istəyir sənaye sahəsində İsraillə müştərək müqavilələrimiz var. Həmən müqavilələrə əsasən Azərbaycan-İsrail dostluğu sarsılmazdır. Ona görə sarsılmazdır ki, biz əsrlər boyu Azərbaycan xalqı bizi bütün şər qüvvələrdən qoruyub. Bizim loqomuz var. Loqomuzda deməli Azərbaycan bayrağı rənglərində, deməli o qalxan şəklində və o həmən qalxanın arxasında isə deməli Davud ulduzu və onun da içində minora var. Bu ona dəlalət eləyir ki, Azərbaycan xalqı bizi bir qalxan kimi şər qüvvələrdən qoruyub və ona görə də biz uzun əsrlərdir ki, Azərbaycan xalqı ilə sülh və qardaşlıq şəraitində yaşayırıq. Ümumiyyətlə mən sizə deyərdim ki, dünyada 200 minə qədər dağ yəhudisi mövcuddur. Dağ yəhudisi var. İndi dünyanın qloballaşma dövrüdür. Qloballaşma dövründə insanlar axınla harada onlara bir qismə çörək rahat qazanmaq imkanı varsa, oralara gedirlər. İndi Moskvada bizim güclü diasporamız var. Siz təsəvvür edin ki, o diaspora Azərbaycanın 44 günlük vətən müharibəsi dövründə çoxlu köməkliklər eləyiblər. Mən indi bir sadalamaq istəmirəm, amma çoxlu yardımlar eləyiblər. Ona görə də fərq eləmir. Amerikada dağ yəhudiləri istəyir, Rusiyada dağ yəhudiləri harada olmasından asılı olmayaraq biz heç vaxtı Azərbaycanla əlaqəmizi kəsmirik. Və kimdən istəyir Amerikada, istəyir İsraildə, istəyir Kanadada, istəyir İngiltərədə, istəyir yuvarda da varımızdır. Soruşsanın ki, bəs hardansız? O dəqiqə cavab verir ki, biz Azərbaycanlıyıq. Biz Azərbaycandanıq. Ona görə də Azərbaycan həmişə dilimizdədir, həmişə qəlbimizdədir, həmişə ruhumuzdadır, həmişə iliyimizdədir, qanımızdadır. Ona görə də biz Azərbaycanı bir an da olsa biz unutmuruq. Bizim diaspora harada olmağından asılı olmayaraq həmişə Azərbaycana dəstəkdirlər. Xüsusən də Rusiyada iş adamlarımız heç vaxtı Azərbaycanı unutmurlar və Azərbaycanda yaşayan yəhudiləri heç vaxtı unutmurlar. Bu, bizi ayrı xalqlardan ayıran xüsusi bir, deməli, bizə xas olan bir haldır ki, biz Azərbaycanlıyıq deyəndə böyük qürur hissi ilə, böyük fəxrlə biz bunu qeyd edirik.